Salam, hörmətli izləyicilər. Bugün Dermaskin verilişimizin ilk qonağı hörmətli dermatoloq, saç həkimi uzmanı və trixoloq doktor Araz Əmirovdur. Xoş gəlmisiniz, doktor. Salam, hər vaxtınız xeyir. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Bəli, çox sağ olun. Bizə vaxt ayırdınız, doktor. Buyurun, ümidvaram ki, bugün saçla maraqlanan bütün izləyicilərə bu barədə kifayət qədər ətraflı məlumat verə biləcəyik. Bəli, bəli. Sualları elə hazırladıq ki, hansı ki cəmiyyətimizə maraqlı olan suallardır saç həkimi ilə bağlı. Çünki biz bilirik ki, bu mövzuda çox da aktual biliklər yoxdur ortada, hansı ki bunu məlumatlandıran və düşündük ki, bu sahədə uzman doktorumuzu çağıraq ki, bizə məlumatları versin. Çox sağ olun, vaxtınızı ayırdınız bizim üçün. Bizim ilk sualımız ondan ibarət olacaq ki, saç həkiminə keçmədən öncə saç tökülməsində əsas amillər hansılardır? Hansı problemlərdən yanaşı saç tökülmələri yaşanır insanlarda və bizim düşünürəm ki, millət olaraq, yəni xalq olaraq 10 nəfərdən 8-ində saç problemi olur, doktor. Siz nə düşünürsünüz bu haqda bəs? Dəqiq statistikanı deyə bilməyəcəm, təəssüf ki, rəqəm olaraq. Düz halbuki özüm xoşlayıram statistikanı, amma öz təcrübəmizdən, öz praktikamızdan deyə bilərəm ki, müraciət edən pasientlərin içərisində həm bəylər, həm xanımlar var. Amma bizə müraciət edəndə daha çox bəylərdir. Və müraciət edən bəylərin əksəriyyətində rast gəlinən saç tökülmə növü androgen alopesiyadır, kişi tipli saç tökülməsi. Amma məlumat veririksə, ümumilikdə qısa olaraq keçə bilərik. Yəni, saç tökülmənin bir çox növləri var. Həm xanımlarda, həm bəylərdə, yəni rast gəlinən və daha çox bizə müraciət edən androgen alopesiya ilə bağlı pasientlər müraciət edirsə də, digər saç tökmə növləri ilə də müraciətlər var. Hansı ki, deyək ki, vitamin mineral defisiti nəticəsində yaranan, hormonal pozğunluq nəticəsində yaranan, stresslə bağlı, autoimmün proses səbəbindən, pozğunluq səbəbindən yaranan saç tökülmələri, traksion saç tökülməsi, deyək ki, bir çox dəri xəstəliklərlə bağlı olan saç tökülmələri və s. bunlarla bağlı müraciətlər olur və bunların içərisində elə saç tökülmələri var ki, onlar müalicə ilə, eləsi var ki, saç həkimindən aradan qaldırıla bilir. Bəs, doktor, saç əkimi əsasən kimlər üçün uyğundur və hansı yaş aralığında məsləhət görülür? Yəni, limit varmı ki, yoxsa artıq ehtiyacı varsa getməlidir, məsəl üçün, gəlməlidir sizin yanınıza ki, saç əkdirsin. Bəs bu haqda necə, doktor? Nəzərə alsaq ki, saç həkimi ilə bağlı müraciət edən pasientlər kişi tipli, bayaq dediyimiz androgen alopesiya ilə bağlı müraciət edir və bu tipli saç tökülməsi ümumiyyətlə nə deməkdir? Androgen alopesiya, kişi tipli saç tökülməsi saç köklərimizin genetik olaraq dihidrotestosteron hormonuna həssas olması ilə bağlı olan tökülmələrdir və nəzərə alsaq ki, bu 17 yaşından etibarən demək olar ki, başlayır. Bizə müraciət edən pasientlər 17 yaşın üzərində, adətən 19, 20 və daha yüksək yaşlarda pasientlər müraciət edirlər. Hər müraciət edən pasientə saç həkimi tövsiyə olunmur. Yəni, belə deyil ki, gəldisə, qapıdan içəri girdi, mütləq deyəndə ki, saçım tökülür, dərhal deyir ki, bu sənin saç həkimə lazımdır, elə bir şey yoxdur. Çünki saç tökülmənin həmən müraciət edən anda xarakteri çox önəmlidir, yaşı önəmlidir, aktiv fazadadır, yoxsa yox, bu çox önəmlidir. Saç tökülmənin dərəcəsi önəmlidir. Biz təbii ki, bunlara baxırıq. İlkin olaraq pasientə məlumat verilir. Saç tökülmə səbəbi nədir? Nə üçün saç tökülür? Gələcək ehtimalları nədir? Müalicə bizə nə verə bilər? Saç həkimi bizə nə verə bilər? Məlumat xarakterli bu informasiyalar hamısı verilir. Çünki pasient özü seçim eləməlidir, özü qərar verməlidir. Elə pasientlər var ki, onlara müalicə təklif olunur. Amma baxmayaraq müalicə təklif olunur, məlumatlandırılır ki, bu müalicə əgər kişi tipli saç tökülmədirsə, sizin saç tökülmənizin bir dəfəlik tökülməməsinin zəmanəti deyil və yaxud da ki, bu demək deyil ki, müalicə oldu, gələcəkdə saçınız əvvəlki kimi olacaq və bir daha tökülməyəcək. Sadəcə müalicənin məqsədi prosesi zəiflətmək, tökülmənin mümkün qədər qarşısını almaq və mümkün qədər olan saçları qoruyub saxlamaq. Amma ehtimal böyükdür ki, gələcəkdə siz saç həkimə müraciət edəcəksiniz. Elə pasientlər də var ki, artıq tökülmə sərhədləri kəskin bəllidir və burada müalicənin heç bir mənası yoxdur. Müalicə burada heç bir köməyə çatmayacaq. Birbaşa saç həkimi tövsiyə olunur və saç həkimi haqqında məlumatlar verilir ki, saç həkimi nədir, necə olur, saçlar hansı formada inkişaf edir, nəticələr necə olur. Artıq ondan sonra pasient sərbəst özü seçim qərar verə bilir və bu sayədə artıq bilgili olur ki, saçı niyə tökülür, səbəbi nədir və hansı yolu seçmək lazımdır.
Aha. O zaman biz belə başa düşürük. Məsəl üçün saç tökülməsi problemi olan bir şəxs tez bir zamanda məsuliyyətli davranıb sizə yaxınlaşırsa, burada müalicə ilə də bu prosesi ləngitmək olur. Amma yaxud artıq bunu görməzdən gəlirsə, son etap saç həkiminə hansı ki, olunmalıdır, belə başa düşürük. Yenə də asılıdır saç sökmənin növündən. Aha. Elə saç sökmə növü var ki, yəni deyək ki, vaxtında həkim dermatoloqa müraciət etsə, yəni biz deyəndə mən dermatoloqları nəzərdə tuturam. Yəni bu sahə ilə məşğul olan həkimləri nəzərdə tuturam. Vaxtında həkim dermatoloqa müraciət eləyərsə, müalicə ilə bu problem aradan qaldıra bilər. Elə pasientlər var ki, saç sökmə səbəbi bayaq dediyim kimi elədir ki, onlara müalicə müvəqqəti xarakter daşıyır. İlkin olaraq ancaq saç həkimlərə göstəriş yoxdur. Tövsiyə oluna bilər ki, bəli, müalicə ilə bu prosesi uzatmaq lazımdır. O zaman, yəni vaxtında doğru ünvana müraciət elədikdə bu prosesi müəyyən qədər uzada bilər, müəyyən qismən qarşısını ala bilər. Amma vaxtında və dediyim kimi doğru mütəxəssisə, həkimə, dermatoloqa müraciət eləyərsə. Bəli, bəli, təbii ki də işin uzmanına. Bəs məsəl üçün saç əkimi üçün ideal vaxt, yəni nə qədər vaxt çəkir bir? Təbii ki də bu saçın hissəsinə bağlı olur da, full ola da bilər, səhv etmirəmsə. Əməliyyat müddəti nəzərdə tutursunuz? Əməliyyatın müddətini nəzərdə tuturuq. Bir də o əkiləcək sahə üzrə də vaxtı düşünürəm ki, təyin olunur da. Məsəl üçün minimum hansı nə qədər saatda olur və maksimum nə qədər çəkir hansı ki? Bundan öncəki sualınıza bir məqama cavab vermədim. Yaşla bağlı soruşmuşsunuz. Hansı yaşda olar? 20 yaşdan etibarən artıq saç əkimi icra eləmək olar. 75 yaşa qədər. Amma dediyim kimi 20 yaşdan sonra o demək deyil. Mütləq 22 yaşında, 24 yaşında adam müraciət edibsə buna saç əkmək lazımdır. Yenə də baxmaq lazımdır. Saç sökmənin dərəcəsinə və hal-hazırda aktiv və qeyri-aktiv fazada olmasına. Onda baxıb qərar verə bilirik. Deməli, digər sualınızın hissəsi ilə bağlı ki, əməliyyat müddəti nə qədər çəkir? Hər bir pasiyentdə əməliyyat həcmi bu çox önəmlidir. Çünki tökmə dərəcəsinə asılı olaraq orada deyək ki, saç bərpa olunacaq hissədə təxminən neçə min ədəd qref köçürülməlidir. Əməliyyat həcmi nədir? Ona uyğun vaxt təyin olunur. Ortalama belə deyək, 4 saatdan 9 saata qədər, 8 saata qədər əməliyyat davam edə bilir. Bu əməliyyat sahəsinin kiçikliyindən, böyüklüyündən və köçürücü qref sayına bağlıdır. Yəni bu müddətdə 4 saatdan 9 saata qədər əməliyyat müddəti davam edə bilər bir pasientdə. Bəs doktor, kişilərdə daha çox saçla bağlı müraciət olur, yoxsa saqqal nahiyəsində tökülmələrdən bağlı sizə ən çox hansı müraciət olur? Düzünü deyim ki, daha çox kişilər bizə saçla bağlı müraciət edir. Saqqalla bağlı müraciət edənlər var, amma saqqal əkimi ilə yox, ocaqlı tökülmə ilə bağlı. Ki bayaq birinci sualda vurğuladıq ki, o tökülmənin növləri, onlardan biri də ocaqlı tökülməkdir. Ocaqlı tökülmə həm üzdə, həm saçda, saqqalda, həm saçda ola bilir. Daha çox saqqalda ocaqlı tökülmə ilə bağlı müraciət edirlər və bu da sözsüz müalicə ilə bərpa olunandır. Amma müqayisə eləsək, sözsüz ki, kişilər saçla bağlı daha çox müraciət edir, nəinki saqqalla bağlı. Çünki saqqal həkimi bizdə o qədər geniş almıyor. Qonşu ölkələrdə, məsələn, saqqal həkimi geniş vüsət alıb, çünki müraciət edən həm yerli əhali, həm deyək ki, ərəb ölkələrindən onlar bu belə deyək, saqqal həkimindən çox maraqlanırlar və onlar üçün bu çox önəmlidir. Bizdə əksinə mən şəxsən öz adıma deyim ki, mənə saqqal həkimindən bağlı müraciət edəndə mən çalışıram ki, fikirlərini yayındırım. Baxıram, misal üçün 25-26 yaşında müraciət edib cavan oğlanda saqqal həkimindən bağlı əslində eləmək istəmirəm. Niyə eləmək istəmirəm? Çünki baxıram, hə, indi cavan adamdır, saqqal saxlayır, deyək ki, imici başqa cürdür. Amma mən deyirəm, yaxşı, 5 il sonra, 10 il sonra hansısa bir dövlət işinə, sənin də bir karyeran var da, irəliləyərsən, yaxşı bir işdə çalışarsan, o işdə belə saqqaldan mən səni təsəvvür eləmirəm. Yəqin ki, üzünü hər gün təraş eləmək olacaqsan və təraş eləyəndə istər-istəməz saqqal əkilən yerlə əkilməyən yer hiss oluna bilər və bu sənə gələcəkdə kompleks yarada bilər, problem yarada bilər. Ona görə çalışıram ki, həmişə saqqal həkiminə bağlı müraciət olanda biraz fikirlərini yayındırım, o fikirlərindən daşındırım onları ki, ehtiyac yoxdur. Düz ola bilər, elə adamlar var ki, həqiqətən saqqalı yoxdur. O başqa məsələ. Amma bir də var ki, çox kiçik bir, görsən ki, nahiyələrdə əməliyyat üçün müraciət edirlər, hansı ki, ona ehtiyac yoxdur. Çalışıq ki, fikirlərini biraz döndərək fikirləndirir ki, ehtiyac yoxdur. Doktor, bəs prosedur necə? Ağrılıdırmı saç əkimi? Saç əkimi əməliyyatı yerlik eğitmə ilə icra olunur. Yerlik eğitmə qısa müddətli bir
prosedurdur və ondan sonra əməliyyat vaxtı pasient heç bir ağrı hiss eləmir. Lidokain deyirik də biz buna. Lidokain tək orada istifadə olunmur, kombinə olunmuş bir xüsusi tərkib hazırlayırıq. Çünki saç çəkmə əməliyyatı uzun sürən proses olduğuna görə bizə lazımdır uzun müddətli anesteziya əldə edək. Uzun müddətli anesteziya əldə etmək üçün də xüsusi kombinə olunmuş bir qarışım hazırlayırıq, keyləci və o hazırlanmış məhlul, keyci məhlul vasitəsilə yerli anesteziya apardıqda bu uzun müddətli olur və pasient əməliyyat vaxtı heç bir ağrı hiss eləmir. Demək olar ki, bəli, pasientlərə deyə bilir ki, saç çəkmə əməliyyatı tamamilə ağrısız icra olunur. Əməliyyat vaxtı pasientlər adətən mən belə deyirəm, əməliyyatda sizə narahat edən şey ancaq uzanmaqdır. Yəni ağrı hiss eləmirsiniz, bir neçə saat uzanırsınız. O da vaxtın səmərəli keçmək üçün monitorlarda deyək ki, filmlər, musiqilər baxa bilir, videolara baxa bilir. Yəni o şəkildə vaxtını keçirməyə çalışır. Bəli. Bəs əkilən saçlar doktor hansı müddətdə uzanır və qalıcılığı nə qədər olur? Yəni burada limit varmı ki, məsəl üçün 5 il qalacaq, 10 il qalacaq və siz əkdiniz deyək ki, bu gün hansısa bir pasiyentə, deyək ki, o 1 ay ərzindəmi gəlir yerinə, 2 ay ərzindəmi, 3 ay ərzindəmi? Bəs bu proses necə olur? Bu məlumatları biz əməliyyatdan öncə pasiyentlərə izah edirik. Həm şifahi, həm yazılı şəkildə təqdim edirik saç həkim proseduru haqqında. Deyək ki, saç həkim əməliyyatı oldu, bitdi və sarğı qoyduqdan sonra pasient evə gedir. Klinikada qalmağa ehtiyac yoxdur. 2 gün sonra qoyulmuş sarğı açılır. İlk yuma prosesi icra olunur. Pasiyentə qulluq vasitələri təqdim olunur. İzah olunur necə qulluq eləmək lazımdır və 10-cu gün artıq qabıq təmizləmək üçün gəlir. Yəni 10-cu gün pasient təkrar müraciət elədikdə heç bir qabıq, yaraları qalmır və pasient normal həyatına davam edə bilir. 10 gün sonra artıq əkilən saçların sıxlığını, istiqamətini, formasını görə bilir. Və sonra növbəti mərhələ başlayır, şok tökülmə mərhələsi. Köçürülən köklər əvvəl tökülür, saçlar tökülür. Çünki köklər qalır dəri içərisində. O çıxan saçlar ki var 10 gün sonra pasient onu görür, onlar başlayır tökülməyə. Bu pasiyentdən pasiyentə dəyişir. Yəni kimdəsə çox ola bilir şok tökülmə, kimdəsə az ola bilir. Yəni əkilən saçların bir hissəsi tökülüb, az hissəsi çoxu qala bilir. Kimdəsə çoxu tökülüb, azı qala bilir. Bu orqanizmə bağlı bir şeydir. Və bir ay ərzində bu proses bitir. Əməliyyatdan 3 ay sonra, 4-cü aydan etibarən artıq yeni saçlar çıxmağa başlayır. Əslində bu müddət 2-4 aydır. Sadəcə biz 3 ay sonra niyə görə deyirik ki, 3-cü aydan çıxmağa başlamadıqda pasient narahat olmasın. Çünki biz pasiyentə desək ki, məsələn, telogen fazlarının davam etmə müddəti 2-4 aydır. 2 aydan sonra saç çıxmağa başlayır. Amma əslində 4 aydır, yəni 4-cü aydan da çıxmağa başlaya bilər. 3-cü ayda pasient bunu görmədikdə başlayır narahat olur. Ona görə biz hamıya deyirik ki, 3 ay sonra 4-cü aydan yeni saçlar çıxmağa başlayır. Yeni saçların çıxmağa başlaması bu o demək deyil ki, 4 ayda mütləq saç olur. Artıq inkişaf mərhələsi başlayır və tədricən hər ay saçlar çoxalaraq 6-7 ay sonra, yəni əməliyyatın 7-ci ayında, 8-ci ayında 70-80% qədəri çıxmış olur. Və bu da kifayət edir ki, normal səliqəli saçların darasın. Tam nəticə 12-14 aya qədər davam edir. Əkilən saçların tökülməsi ilə bağlı. Əgər əməliyyat vaxtı donor bölgə doğru seçilərsə, məsələn, bəzən pasient deyir ki, doktor, mənim boynumun arxasında tüklər çoxdur, çiynimdə çoxdur və yaxud gicgah nahiyəmdən çıxarda bilərsiniz. Biz onlara izah edirik ki, hər nahiyədən də kök götürüb köçürmək olmaz. Çünki müraciət edən pasientlərdə saç tökülməsi səbəbi androgen alopesiya, yəni kişi tipli saç tökülməsi olduğuna görə bizə lazımdır ki, köçürülən köklər dihidrotestosterona həssas olmayan köklər olsun. Və bunlar da xüsusi bir nahiyədədir. Deyək ki, qulaq xəttindən arxaya doğru, boyun aşağı nahiyəsindən, başın arxası təpə nahiyəsindən buradan götürmə olur. Çünki buradakı köklər dihidrotestosterona həssas olduğuna görə əkildikdə gələcəkdə qalmır, tökülür. Yəni ilk saçları hansı səbəbdən tökülmüşdürsə, o səbəbdən tökülə bilər. Ona görə birinci donor bölgə düzgün seçilməlidir. İkincisi, əkilən saçlar dediyim kimi dihidrotestosterona həssas olmadığına görə bir ömür boyu qala bilir. Burada 3 il, 5 il, 10 il deyə bir zəmanət yoxdur. Qayda yoxdur. Elə bir qayda yoxdur. Məsələn, birdən pasiyentlər soruşur, mən deyirəm burada elə bir şey yoxdur. Məsələn, gedirsən hansısa bir elektronik əşya alırsan, deyir ki, tutaq ki, 2 zəmanəti var. Əlavə bu qədər ödəniş edəsən, əlavə 5 ildə qızıl zəmanət verilir. Deyirəm, saçda belə bir şey yoxdur. Yəni əlavə ödənişdən əlavə zəmanət verilmir. Əkilən saçda bir ömür boyu qala bilir. Amma bu demək deyil, əkilən saçlar heç vaxt tökülməz. Sözsüz tökülə bilər. Deyək ki, bədəndə gedən hər hansı bir proseslər, hormonal pozğunluqlar, vitamin mineral defisiti səbəbindən və ya stres səbəbindən
bayaq ki dedik o üzdə saqqalda o ocaqlı tökülmə. Bu səbəblərdən əkilən saçlar da tökülə bilər və yaxud da kimyəvi terapiya zamanı, şüa terapiyası zamanı tökülə bilər. Amma hansı halda tökülmür? Androgen alopesiya, yəni dihidrotestosterona bağlı səbəblə əkilən saçlar tökülmür və bir ömür boyu qalır. Və bizim də illər öncə əkdiyimiz, əməliyyat etdiyimiz pasientlər var ki, hansı ki normal səliqəli saçlarını darlar və bununla bağlı heç bir problem yoxdur. Və bir də pasientin asılıdır əməliyyatdan sonra qaydalara qulluq riayət eləməklə. Çünki mən həmişə deyirəm ki, saç əkimi nəticəsi bir asılıdır əməliyyatı icra edən adamdan, bir də asılıdır pasientin əməliyyatdan sonra qaydalara nə dərəcədə riayət eləməklə. Bunlardan hansındasa problem olsa nəticə uğurlu alınmır. Çünki həkim əlindən gələn elədi, əməliyyatı doğru düzgün icra elədi. Amma pasient əməliyyatdan sonra tövsiyələrə, qaydalara riayət eləməzsə nəticə uğurlu olmaya bilər. Və yaxud da əksinə, əməliyyatı icra edən şəxs doğru icra eləməzsə, əməliyyatın qaydasını, texnikasını o zaman yenə də uğurlu nəticə. Ona görə həm əməliyyat icra edən şəxs, həm pasient birlikdə çalışarsa çox uğurlu, gözəl nəticələr almaq olar. Doktor, bəs əməliyyatdan sonraki əsas qaydalar hansılardır, hansı ki siz pasientlərinizə məsləhət görürsünüz? Bunlar mütləq əməl olunmalıdır, hansı ki? Əməliyyatdan sonraki qaydalar adətən praktika, təcrübədə belə deyək, biz bunların müddətini dəyişmişik. Məsələn, lap əvvəllər biz əməliyyatdan sonra pasientlərə deyirdiksə ki, 10 gün sonra, 2 həftə sonra aşırı təlimə problem deyil. Sonradan bu illər ərzində o 2 həftəni 1 ay elədik, sonra ay yarım elədik, sonra 2 ay elədik. Çünki müşahidə edirik ki, həqiqətən hamıda olmasa da bəzi pasientlərdə bu problem yaranır. Və bu olmasın deyə mən bəzən deyirəm pasientlərə ki, 2 ay ərzində ağır fiziki iş, ağır idman, aşırı tərləmə tövsiyə eləmirəm. Deyir ki, keçən verilişlərin birində də onu misal çəkdim. Deyir ki, bəs sizi mənə tövsiyə edən adam mənlə idmana gələn adamdır. O mənə saçlarını gördüm, çox bəyəndim. O mənə deyir ki, mən 2 həftə sonra idman edirdim, saçları çox yaxşı çıxıb. Deyirəm, başa düşürəm. İndi o eləyib, saçı yaxşı çıxıb, bəxti gətirib. Çıxmaya da bilərdi. Riskdir. Riskdir, əlbəttə. Siz həmən o adam olmaq istəyirsinizmi ki, əməliyyat eləsiniz, nəticə uğursuz olsun, deyir yox. Onda demək qaydalara riayət etmək lazımdır. Və biz illərdir bunu dəyişə-dəyişə bu təhlükəsiz olsun deyə, risk olmasın deyə biz müddəti özümüz belə qoyuruq ki, hətta mən bəzən belə misal çəkirəm, idmanla bağlı çox təkid edəndə deyirəm ki, bizim pasientlərimiz var, çox məşhur idmançılardır, bilməm, indi adlarını çəkmək olar olmaz. Onlar hansı ki, peşəkar idmançılardır, yəni dünya səviyyəsində tanınan idmançılardır. Əgər onlar saç əkimindən sonra bunu ay yarım, 2 ay kənara qoya bilirlərsə, demək ki, siz də bunu qoya bilərsiniz. Yəni adam dünyada tanınmış idmançıdır, bütün dünya tanıyır, peşəsi budur. Və saç yaxşı olsun deyə bunu ay yarım 2 ay kənara qoya bilir. Onlar qoya bilirsə, biz də qoya bilərik də. Biz peşəkar idmançı deyilik, özümüz üçün deyək ki, idman edirik. Qaydalar, məsələn, günəş altında çox qalmaq, zaqar eləmək, bunları tövsiyə eləmirik. Çünki günəş altında çox olduqda baş dərisində saç olmadığına görə baş dərisi tez yanır. O sonra saç çıxmanda problem yarada bilir. Həddən artıq aşırı tərlənmə, həddən artıq çox qaynar su ilə baş yumaq, duş qəbul etmək, bunları tövsiyə eləmirik və əkilən nahiyədə olan saçları 6 ay müddətində ehtiyac olursa qayçı ilə kəsməyi, saç kəsən maşınla yox, qayçı ilə kəsməyi tövsiyə edirik və 1 il ərzində tövsiyə olunan şampunları istifadə etməyi tövsiyə edirik. Zaten biz pasientləri kontrol müayinələrə çağırırıq. Əməliyyatdan sonra 1 ay sonra, 3 ay sonra, 6-7 ay sonra kontrol müayinələrə çağırırıq, məlumatları təkrarlayırıq, xatırladırıq, hansı qaydalara riayət etmək lazımdır və çalışırıq ki, çəkdiyimiz əziyyət hədər getməsin. Doktor, bayaq vurğuladınız ki, qaynar su ilə məsləhət görmürük. Heç saç əkimi etdirməsə belə normal olaraq da mən düşünürəm ki, bu doğru deyil saç üçün. Çox qaynar su ilə baş yumaq, duş qəbul etmək tövsiyə olunmur. Yəni dermatoloqlar hər zaman bunu vurğulayırlar. pH-ı pozulduğu üçünmü doktor? Belə deyək, çox qaynar su həm qan dövranı, damarları, kapilyaları genişləndirmiş olur. Həm çox yuma, sıx-sıx yuma bu baş dərisində və saçlarda bilirsiniz, pi vəzlərinin funksiyası dərinli saçları yağlandırmaqdır və qoruyucu bir mühafizə bariyeri yaradır. Bunları daim tez-tez yumaq artıq saçların qurumasına, strukturun pozulmasına gətirib çıxardır. Ona görə ən yaxşı yuma, deyək ki, 2 gündən bir gün aşırı da yumaq olar və heç vaxt qaynar sudan yumağı tövsiyə eləmirik. Fərqi yoxdur. Saç əkdirib, əkdirməyib,
Yəni normal temperaturda bəli istifadə etsə daha yaxşıdır. Doktor, siz mən başa düşdüm ki, sizə daha çox kişilər müraciət edir saç həkimi ilə Bəli. bağlı. Bəs xanımlar necə doktor? Xanımlarda bu problem olurmu və heç siz edirsinizmi yəni bunu hansı ki saç Olur, həkimi? xanımlar da müraciət edir. Sadəcə say olaraq vurğuladım ki, daha çox kişilər müraciət edir. Xanımlarda bizə müraciət edən xanımlarda ən çox müraciət edirlər trakson alopesiyanın, yəni gicgah nahiyəsində sağ-sol gicgah nahiyəsində saç tökülməsi ilə düz qulağın arxasına qədər bəzən saç tökülür. Bu nədən qaynaqlanır? Bir, saçlarını çox sıx topladıqda, hansı ki arxadan saçlarını yığıb toplayırlar. At quyruğu deyirlər ona. O səbəbdən və yaxud qaynaq edirlər. Qaynaqlar səbəbindən gicgah nahiyədə saçlar tökülür və bu müalicə ilə bərpa olunan deyil. Bu ancaq saç həkimi ilə əvvəlki saçlarını bərpa edə bilir. Xanımlar bizə müraciət edir qaş həkiminə bağlı. Bildiyiniz kimi klinikamızda ən son üsul olan qaş həkimi əməliyyatlarını biz icra edirik və mən onu əvvəllər də vurğulamışam ki, məsələn, bəzən mənim də qarşıma çıxır, görürəm, hər kəs qeyd edir, mənim üsulum, o deyir, mənim şəxsi üsulum, mənim patentini aldığım üsul. Mən vurğuluram ki, mən bu üsulu Çində, Şenjen şəhərində bir klinika var. İlk dəfə onlar bunu icra eləmişlər, bu qaş həkimini. Və bir neçə il öncə mən Çinin Şenjen şəhərinə gedərək həmən klinikada bu qaş həkimi yeni üsulla icra etmə kursunu keçmişəm, öyrənmişəm və bir neçə ildir ki, xanımlara bunu biz tətbiq edirik, icra edirik və çox gözəl də nəticələrimiz var. Bəs doktor, qaş həkimi bir dəfə etdirdiniz, təkrar tələb edirmi, yoxsa bu müddəti mi var? 5 il gedir, 6 il gedir? Yoxsa bu da eynən saç kimidir doktor? Belə bir müddəti yoxdur. Qaş həkimində də götürülən köklər ənsə nahiyəsindən götürülür. Bəli. Sadəcə əvvəl saç həkimi üsulu ilə qaş həkimləri biz niyə eləmirdik? Çünki istiqamət, lazım olan istiqaməti vermək olmur, folikular bir çox köklü olurdu və yaxşı görsənmirdi. Amma yeni üsuldan istənilən istiqamət, istənilən forma vermək olur və qalıcı bir qaş nəticədir. Yəni müvəqqəti 1 illik, 3 illik, 5 illik bir şey deyil, qalıcı ömürlük bir nəticədir. Əgər sözsüz pasient ona zərər vurması, yəni mütəmadi olaraq qaşları kökündən çıxartmaq, dartmaq, belə olarsa köklər zədələnə bilər. Bunu eləməzsə, o zaman bir ömür boyu qala bilər. Sadəcə qaş həkimindən sonra uzanma məsələsi var. Çünki köklər saçdan götürdüyünə görə o qaşdakı tüklərə nisbətən daha tez uzanır. Deyək ki, həftədə bir dəfə, 2 həftədə bir dəfə qayçını uclarını kəsmək lazım olur, sərgiyə salmaq lazım olur. Bəs doktor, yanaşı qoysaq, sizcə saç həkimi daha risklidir? Yəni risk faktorları nə qədərdir, yoxsa qaş həkimində hansı ki? Əslində əməliyyat doğru icra olunursa, əməliyyata doğru hazırlaşırsansa və doğru düzgün personalla çalışırsansa, heç bir riski yoxdur. Yəni istər qaş həkimi, istər saç həkimi bizim deyək ki, hər gün elədiyimiz bir prosedurdur. Demək olmaz ki, hansısa o birisindən daha çox risklidir. Sadəcə saç həkiminin həcmi daha böyükdür. Sözsüz orada əməliyyat həcmi nə qədər çoxdursa, mikrotravma deyək də, adi köklərin çıxarılması, köçürülməsi bu dəqiqə mikrotravmadır. Bu çox ola bilər. Amma o da artıq müasir əməliyyatlar belədir ki, əməliyyatdan sonra heç bir iz, çapıq, yer falan qalmır və pasient belə bir diskomfort yaşamır. Sadəcə götürülən yerlərdə, çıxarılan yerlərdə, hansı ki fuyesiyondan çıxarılır, istər qaş, istər saç həkimində pasiyentlər deyir ki, onların yerində xırda kiçik ağ nöqtələr qalır. Onlar da saç uzandıqda bilinmir. Yəni saçı tam sıfıra kəsməyənə qədər və ya qısaltmayana qədər o yerlər bilinmir, seyr edir. Adətən xanımlar da, bəylər də saçlarını sonra normal qaydada uzatdıqda götürülən yerlərdə heç bir problem qalmır. Bəs doktor, saçların tökülməsinin qarşısını almaq üçün nə etməlidir insanlar? Yəni nələrə diqqət etməlidir? Bu səbəbə baxmaq lazım. Əgər mən onu deyərdim ki, saç tökməsi hiss edirsə, mütləq həkimə müraciət etmək lazımdır. Çünki adi bir misal deyim. Saç tökməsi var, müraciət edir həkimə, həkim müayinə eləyir. Həkim müayinəsindən sonra müxtəlif analizlər, laborator deyək ki, analizləri təyin edir və nəticədə tutaq ki, məlum olur ki, pasiyentdə TSH hormonu çox yüksəkdir. Endokrinoloqa, mən adətən endokrinoloqa yönəldirəm, çünki mənim sahəm deyil. Endokrinoloq baxır, o da müayinə edir, müalicə təyin edir. Bir müddət müalicədən sonra həm hormon səviyyəsində olmuş olur nəticə, həm saç tökməsi dayanır. Adi bir misal çəkdim. Yəni orada bizim artıq o pasiyentə mezoterapiyalar eləmək, dərmanlar təyin eləmək, o prosedur eləmək bu mənasız bir şeydir. Sadəcə lazım idi ki, o səbəbi tapmaq və lazımı
adama yönəltmək. Aha, bəli. Həmin həkim də baxır, deyir ki, məsələn, bir tabletka təyin eləməklə o problemi aradan qaldırır. Və yaxud pasientdə deyək, qan azlığı var. Aha. Baxırsan, hər şey normaldır, qan azlığı var, saç tökülmə səbəbi buna bağlıdır. Bəli. Bir deyək ki, terapevtə müraciət eləməklə o müalicə almanı saç tökülməsini dayandıra bilər. Səbəblər çoxdur saç tökülməsində. Yəni onu konkret bir şeyə bağlamaq olmaz. Amma tövsiyəm odur ki, yəni problem varsa vaxtında həkimə müraciət edin. Əgər bayaq dediyimiz kimi androgen alopecia artıq mən də başa salıram ki, bax bu belədir. Protokollar var. Sadəcə izah edirəm ki, pasient bilsin ki, bu müalicədir, bu protokoldur, bu dərmanlar bunların adını işlədəcəksiniz. Çünki indi belədir ki, insanlar internetdən, hətta ChatGPT və s. oradan soruşurlar. Mənim yanıma gəlirlər, suallar verir. Deyirəm, bir 5-ci adamsınız, yeni şey mənə soruşursunuz. Bunu hardasa görmüşsünüz, deyir, ChatGPT-dən soruşmuşam. ChatGPT bunu tövsiyə edib. Ona görə elə biz məlumatlandırırıq ki, pasiyenti bilsin ki, səbəbi nədir, müalicə nə verəcək, əməliyyat nə verəcək, hansı lazımdır, hansı lazım deyil. Biz o informasiyanı ona yüklüyürük, ondan sonra özü qərar verə bilir niyə. Vaxtında müraciət etmək olar. Yəni problem varsa mütləq vaxtında mütəxəssisə, həkimə müraciət edin. Yəni səbəblər müxtəlifdir doktor, belə başa düşürəm. Əgər kökündən həll olunmursa məsələ, digər proseslər mənasız qalır. Hansı ki, dediniz mezoterapiyadır və s.dir. Hansı ki, məsələn vitamin D defisitidirsə, əgər bunda, əgər o balansı doldurmursa, digər onda müalicələr yetərsiz qalır da, belə başa düşürük. Tək vitamin D-yə də bağlama olmaz, niyə görə? Yenə də öz təcrübəmlə deyirəm. Müraciət edən tutaq ki, 10 nəfərin 9-unda D vitamini defisiti var. Aha. Yəni yoxlasan, D vitamininin praktikanız onu dəyərləri 30-100 arası. Məsələn, biz normalda tövsiyə edirik ki, 60 üzərində olması daha yaxşıdır. Amma mənim təcrübəmdə saç tökümü ilə bağlı hansı ki, pasient müraciət eləyir, onu hansı ki, analizə göndərmək lazımdır, dəqiqləşdirmək lazımdır. Bir var ki, baxırsan, saç tökümünün səbəbi bəllidir. Androgen alopeciyadır. Yəni, burada bir səhər analizlər vermək, yoxlamaq buna ehtiyac yox. Amma ilkin başlanğıcda ki, bayaq dedik ki, müraciət edir, onda araşdırmaq lazımdır. Diferensiasiya eləmək lazımdır ki, burada səbəblər nədir? Məsələn, belə pasiyentlərin 10-dan 9-unda mən görmüşəm ki, D vitamini aşağıdır, normadan aşağıdır. Düzdür, çox aşağı kəskin defisit olan var, az aşağı olan var, amma var. Və birbaşa da hər şeyi gətirib D vitaminə bağlamırıq. Düzdür, varsa D vitamini təyin olunur, verilir. Amma demək ki, D vitamini onda belə çıxır ki, hər 10 adamdan 9-u gərək keçər olsun. Amma lazımdır sözsüz dəyərləri yoxlamaq, onları normaya salmaq, o istiqamətdə məsləhətlər vermək sözsüz ki, lazımdır. Aha, bəli. Çünki günümüzü baxdıqda D vitamini marketinqində əsasən vurğulayırlar ki, əgər yoxdursa, mütləq saçınız tökülürsə, mütləq bu vitamin D defisitindən irəli gəlir. Amma burada daha digər faktorlar da ola bilər də. Yəni hər vitamin D-si olmayanın sözünüzə qüvvət keçər olma ehtimalı yoxdur. Digər faktorlar da var və D vitamini çatışmazlığının tək səbəbi də saç tökməsi deyil. Yəni bir çox səbəbləri var. Deyək, tərləmə, anemiya həmçinin. Deyək ki, gecə tərləməsi, başım çox tərləyir, ayaqlarımda ağrılar olur, sümüklərimdə, əzələlərimdə, gün ərzində halsız oluram, yuxulu oluram və s. Yəni D vitamini çatışmazlığının əlamətləri çoxdur. Onlardan biri də saç tökülməsidir. Yəni birbaşa bir əlamətlə diaqnoz qoyulma olmaz. Yəni saçın tökülür, hə, səndə D vitamini çatmır, yox. Amma D vitamini əskiliyi varsa, o əlamətlərin bir çoxu pasiyentdə olur. D vitamini də aradan, o defisiti aradan qaldırmaqla o simptomları aradan qaldırmış olur. Ümumiyyətlə, tək D vitamini deyil, digər qida əlavələri, vitaminlər, minerallar, bunları həkimlər tövsiyə edirlər. İstə kardioloqlar, nevropatoloqlar, digər ixtisas həkimləri, onlar pasiyentlərə tövsiyə edirlər ki, bunları qida əlavəsi kimi qəbul edin, qəbul etmək lazımdır. Biz də öz sahəmizdə pasiyentlər olur, bəzən belə qida əlavələri tövsiyələr edirik ki, yaxşı olar ki, bunları 2 ay, 3 ay qəbul edəsiniz, sonra 1 ay, 2 ay fasilə verib yenidən qəbul edə bilərsiniz və bunların sizə heç bir zərəri yoxdur. Əksinə dəri, tük, dırnaq üçün çox faydalıdır. Çox sağ olun, gəldiniz doktor. Suallarımıza cavab verdiniz. Düşünürəm ki, bu videodan, bu tanıtımdan bir çox insanlar faydalanacaq, hansı ki, onlara qaranlıq olan əsas mövzuları aydınlatdınız doktor. Bəli, izləyicilər, dəyərli izləyicilərimiz, bugünkü doktorumuz hansı ki, dermatoloq, trixoloq və saç həkim uzmanı Araz Əmirov idi. Doktor Araz Əmirov idi. Səhifəmizi izləməyi və şərhlərdə növbəti mövzunu seçməyi unutmayınız. Gələn görüşlərə dək çox sağ olun.